Dördüncüsü qardaşlar, İsar ma yuhibbuhullahu ala ma yuhibbuhul abdu ində təzahumul məhəbbəteyn. İki sevgi qarşılaşdığı zaman nəfsin istədiyi, bir də Allahın istədiyi. İki sevgidir qarşılaşdığı zaman Allahın sevdiyini üstün tutmaq və insanın öz sevgisini aşağı tutması Allahın sevgisini qazanmağın səbəblərindəndir. Namaz qılmaq, qardaşlar, vaxtında Allah onu sevirmi, sevmirmi? Ha? Sevir. Namazı vaxtından keçirməyi Allah sevirmi, yoxsa nifrət mi eləyir? Nifrət eləyir. Sən tükanında oturarkən tutaq alver eləyirsən. Alış-veriş eləyirsən. Namaz vaxtı girdi, Allah nəyi sevir? İbadət etməni. Nəfsin nə istəyir? Pul qazanmağı. İki məhəbbət qarşı-qarşıya gəldi. Burada bilinir ki, sənin mövqeyin nədir? Allah'ım çox sevirsən, yoxsa nəfsini mi çox sevirsən? Sən Allah'ın sevgisini qazandırası əməl etməyə hərisənmi, yoxsa nəfsini şad eləyən əməlləri mi etməlisən? O zaman sən namazı gecikdirib də, namazı təxirə salıb da, sonra qılaram deyib də, pulun dünyanın arxasındasansa, mənası odur ki, sən öz sevgini Allah'ın sevgisindən daha üstün tutursan. Çünki elm əhli deyir ki, Allah'ın sevgisinin əlamətlərindən Allah sevən şeyləri nəfs sevən şeylərdən üstün tutmaqdır. Və bütün tacir, alver edən, dükanı olan, pul qazanan qardaşlara mən özəl olaraq deyirəm ki, bu bir misaldır. Çünki əksər ticarət arxasında olan qardaşların düçar olduğu ən böyük müsibətlərdən biri budur. Pul gördüyü zaman din yaddan çıxır. İbadət yaddan çıxır. Bir müştərini saxlamağa qadir deyil ki, gözdə mən Allah olan borcumu verim. Allaha deyir ki, sən məni gözləginlə, mən pul qazanım. Bunun dili ilə deməsə də əməli bunu göstərir. Əksər qardaşlar bundan şikayət eləyir. Namaz vaxtı girir. 10 dəqiqə, 20 dəqiqə, yarım saat. Bu adam yenə də alış, yenə də veriş. Ona görə Rasulullah s.ə.v deyir ki, Təisə abdud dinar, təisə abdud dirham. Həlak oldu dinara ibadət eləyənlər, dirhəmə ibadət eləyənlər. Və Rasulullah s.a.v. lənətləyəndə nəzərdə tutduğu, yəni əsas nəzərdə tutulan bunlardır. Dünya malına görə, dünya puluna görə Allahın zikrindən uzaq düşməkdir və Allahın zikrini tərk eləməkdir. Bunu özəlliklə tacir olan qardaşlar fikir verməlidir ki, çünki insanın qəlbini mal qədər, pul qədər heç nə dağıta bilməz. Rasulullah s.a.v. deyir ki, mən sizə özümdən sonra şərik qoşmağınızdan qorxmuram. Mən özümdən sonra sizə qorxduğum şey nədir? Sizdən öncəkilər dünyanı əldə etmək üçün yarışdılar. Bu belə ev tikdi, mən ondan yaxşı ev tikəcəm. Bunun bu miniyi var, mənim miniyim ondan yaxşı olacaq. Bu zəngindir, mən ondan zəngin olacağım. Dünyanı əldə etmək üçün deyir, yarışdılar. Allah buna görə onları həlak elədi. Sizdə qorxduğum şey odur ki, siz də onlar kimi dünyanı əldə etmək üçün yarışasınız, onları Allah həlak etdiyi kimi sizləri də həlak edir. Ona görə qardaşlar, müsəlmanın varlı olması, pullu olması bəyənilir. Əgər pulu əlindədirsə, əgər qəlbindədirsə, pulu çıxanda canı çıxacaqsa, mənası odur ki, bu dünya, pul, mal, müsəlmanın qəlbində oturubdur. Və bu insanda artıq bu sevgi həddini aşıbdır. Ona görə misallar çəksək həddindən artıq çoxdur. Bütün günahların növü bu növdəndir, qardaşlar. Allahın haram etdikləri ilə, əmr etdikləri ilə qadağanları ortaya gəldikdə birində nəfs olur, birində Allahın sevgisi olur. Ona görə hansı sevgi daha üstün olarsa o ortada görünür. Nəyə görə bəzi insanlar hələ də günahda israrlıdır? Bəziləri siqaret çəkir, bəziləri haram mal yeyir, bəziləri rüşvət yeyir, bəziləri sələm yeyir. Bunların hamısı nəyin ucubatındandır? Nəfs sevgisinin daha çox olmasının ucubatındandır.